Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Milli Məclisdə nəinki qəbul edilən qanunlar, qanunların təkmilləşdirilməsi tam vətəndaşların marağına xidmət edir. Çünki bizim dövlətin siyasətində hər şeyin başında və mərkəzində vətəndaş dayanır. Bildiyimiz kimi, ölkəmizdə bütün sahələrdə çox ciddi və uğurlu islahatlar həyata keçirilir. Pensiya haqqında qanunvericilikdəki dəyişikliklərin edilməsi də sosial sahədə həyata keçirilən uğurlu islahatların məntiqi davamıdır. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyacılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında 2022-ci ilin 8 fevral tarixli 3135 nömrəli sərəncamında qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıq verilmişdir. Qeyd etmək istərdim ki, bu tapşırıqların əsas mahiyyəti vahid indeksasiya metoduna keçid və maddi yardımların vətəndaşın pensiyasına təsirləri ilə bağlıdır.